Salam, kanalıma hoş geldiniz. Bugün ben size irisli peçenyeler hazırlayacağım. Bunun için bize lazım olacak 125 gram kere yağı. Yumuşak kere yağı da olar ve yaxud da biraz belə əridib də qata bilərsiniz. Bunun üzerine 1 stəkan şeker tozu, yarım stəkan 180 gram yani qatıq, smetan fərqi yoxdur. Bunları karıştırırsınız. Üzerine 2 yumurta, bir paçka kabartma tozu ve bir paçka vanil. Bunları da karıştırırsınız. Yumuşaq belə bir xəmir alınır. Yəni onu az-az əlavə eləyib xəmiri yoğurursunuz. Baxın belə bir yumuşaqlıqda xəmir alınmalıdır. İndi isə bu xəmiri belə yayıram. Nə çox qalın, nə də çox nazik olmasın. Və bunu mən stəkanla kəsirəm. Siz başqa bir şeylə də kəsə bilərsiniz. Yumru belə kəsirəm. Baxın belə bir qalınlıqda. Və içərisinə iriska qoyuram. Mən paketlə qoydum. Paketlə daha rahatdır deyə. Paket yoxsa sizdə adi çay qaşığıyla da qoya bilərsiniz. Lap çox da qoymayın ki, bişəndə içindən daşıb çıxmasın. Biraz belə qoyursunuz. Qıraqdan qalan xəmirləri də yenə də kəsib belə düzəldirsiniz. Sonra belə bükürsüz və 180 dərəcədə qızdırılmış sobada üzəri və altı az qızaran qədər bişirirsiniz. Baxın peçenyelarımız artıq hazırdır. Üzərinə yəni şeker pudrası, qənd tozu səpirəm. Nuş eləyə bilərsiniz. Çox dadlı alınır, yumuşaq peçenyeler alınır. Siz de hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.